Əla. Onda biz də başlayaq. Deməli, biz çevrə üzrə bərabər sürətli hərəkətdə nə deyirdik? Demişdik ki, əyri xəttli hərəkətin ən sadə növü çevrə üzrə bərabər sürətli hərəkətdir. İndi mən tutaq ki, çevrənin üzərində bir dənə A nöqtəsi qeyd eləmişəm, düzdürmü? Bu A nöqtəsi bu çevrənin üzərindədir. İndi belə bir qaydam var ki, mənim deyir ki, cismi çevrənin mərkəzi ilə çevrənin mərkəzi, düzdürmü? Mərkəzini də gəl yazım O nöqtəsi. Deməli, cismi çevrənin mərkəzi ilə birləşdirən radius vektor bərabər zaman fasiləsində bərabər bucaq çızırsa, belə hərəkət çevrə üzrə bərabər sürətli hərəkət adlanır. Tutaq ki, dedik ki, bərabər zaman fasiləsində bərabər bucaq çızır radius vektoru. Radius vektorum da olsun bu şəkildə. Tutaq ki, bunlar arasında bir dənə mənim qalır bucağım. Bu olur məndə R radiusum. Tutaq ki, bu da buradan gəldi B nöqtəsinə. Cismim A-dan gəldi B nöqtəsinə. Düzdürmü? Deməli, bu vəziyyətdə burada məndə olur nə? V. V nədir? Sürətimdir, düzdürmü? A-dan B-yə qədər olan məsafədə məndə adlanır L. L də biz bilirdik nə idi? Gedilən yol idi, düzdürmü? İndi dedik ki, bu A-dan B-yə gəlibsə, radius qədər dönübsə, bucaq çızıbsa, deməli, bu arada bir dənə bucaq əmələ gəlir. Biz bu bucağı adlandırırıq fi. Finin də adı nədir? Dönmə bucağıdır. Deməli, fi nədir? Deməli, çevrə üzrə hərəkətdə radius vektorumun, mənim bu radius vektorlarımın döndüyü bucaqdır. Fi üçün düsturum var ki, bir dənə fi bərabərdir. Gedilən yol, yəni ki, L bölünsün radiusa. L bölünsün R-ə. Düzdürmü? İndi buradan mən, məsələn, gedilən yolu L-i tap deyirsə, bu düsturdan çıxarış edə bilərəm ki, buradan alınır ki, L nəyə bərabərdir? Buradan L tapıramsa yazacağım ki, L bərabərdir, fi vurulsun R. Yaza bilərəmmi? Fi vurulsun R. Yazdım. İndi gəlin bir də təkrarlayaq görək bu kəmiyyətlər nədir? Buradakı fi adlanır mənə nə? Dönmə bucağı, düzdürmü? L nədir dedik? L gedilən yol, bir də cismin cızdığı qövsün uzunluğu da deyə bilərik buna. R nədir? R də çevrənin radiusudur, düzdürmü? Bax, ola bilər ki, bu böyük R-nə yazdım mən, ola bilər ki, kiçik R-nə yazılsın. Yəni, bunların heç bir mənası yoxdur. İkisi də eyni bir şey deməkdir. Çaşmağa çaşmayın. İndi, gələk dönmə bucağı finin vahidinə. Finin vahidi bərabərdir nəyə? Radiana. Radian da bu şəkildə yazılır. Radian şəklində yazılır. Bu oldu məndə dönmə bucağının vahidi. İndi, gəl görək bu radian nədir? Deyir ki, gəl yaxşı, bunun qabağına bir də 1 yazaq. 1 radian. Vahidi 1 radiandır. İndi bu 1 radian elə dönmə bucağına deyilir ki, dönəndə A-dan B-yə gəlir, düzdürmü? Deyir ki, elə dönmə bucağına deyilir ki, cismin cızdığı qövsün uzunluğu radiusa bərabərdir. Yəni ki, L bərabərdir R-ə. L bərabərdir R olanda deməli fi 1 radian olur. 1 radian qədər dönür. Aha. İndi burada məsələn sizin qabağınıza çıxa bilər ki, dərəcədən radiana keçmək. Tutaq ki, sənə verir dərəcə, dərəcədən radiana keçmək istəyirsən. Dərəcədən radiana keçmək üçün bizim qaydamız nədir? Pi bölünsün 180-ə vururam. Mənə deyilən dərəcəni pi bölünsün 180-ə vururam. Tutaq ki, bizə verir 60 dərəcə, düzdürmü? Mən neyniyəcəm? Həmin dediyim o 60 dərəcəni vuracam pi bölünsün 180-ə. Burada da pi-nin yerə rəqəmini qoymuruq. Sadəcə ixtisarımızı aparırıq. Pi bölünsün, ona görə pi bölünsün olduğu kimi qalacaq. 60 ilə 80-ə ixtisar aparsaq sıfırlar gedər, düzdürmü? Yerdə qalar nə? 3. Bu olacaq, deməli, pi bölünsün 3. Vahidim nə oldu dedik? Radian. Dedik, pi bölünsün 3 radian oldu. Deməli, bizə dərəcəni veribsə, dərəcəni pi bölünsün 180-ə vururam.
Çevirirəm radyana, düzdürmü? Dedik ki, dönmə bucağının vahidi radian oldu. İndi tutaq ki, bizə radian verib. Bax, bizə tutaq ki, radian verib. Deyir ki, bu radiandan dərəcəyə keç. Elə bil ki, bunun tərsi. İkinci vəziyyət yazaq buna. Buna yazaq bir. Bu olsun bir indi ikinci. Tutaq ki, bizə nə verib? Tutaq ki, verib bizə radianla. Pi bölünsün 6. Düzdürmü? Pi bölünsün 6'dan keçirik dərəcəyə. İndi burada nə edəcəm? İndi burada bunun tərsini yazacağım. Pi-ni yazacağım məxrəcdə. Pi-ni yazacağım məxrəcdə. Sürətdə nəyi yazacağım? 180. Gördüyün yerləri dəyişdi. Deməli, radiandan dərəcəyə keçirəmsə, 180 bölünsün pi yazacağım. Düzdürmü? Burada da necə olacaq? İndi pi'lərim yenə ixtisar gedəcək. Qalacaq ki, 180 bölünsün 6. 180'i də 6'ya bölsəm nə qalacaq? 180'i də 6'ya bölsəm 30 radian. Yox, artıq burada 30 dərəcə olacaq. Çünki pi bölünsün 6 yazmışam əvvəldən. Dərəcəyə keçdik. Deməli, bu məndə nə oldu? Radiandan dərəcəyə keçid. Oldu mu bunlar? Aha. İndi burada xüsusi hallar var ki, sizin qabağınıza çıxanda. Bax, məsələn, yazıb ki, sizə 2 pi radian. Düzdürmü? Bax, bunu elə bil ki, özünüz üçün götürərsiniz. 2 pi radian kitablarda da var. 2 pi radian veribsə, bunu dərəcə ilə ifadə edirəmsə, mən bilirəm ki, avtomatik bu nədir? 360 dərəcədir. 2 pi radian yerinə 360 dərəcə yazıram. 360 dərəcədə nə deməkdir? 360 dərəcədə tam bir dənə dövrəyir. Tutaq ki, A-dan çıxır, hərəkətə başlayır, fırlanır, gəlir A-ya. Düzdürmü? Bu olur 360. İndi növbəti var məndə pi radian. Pi radianın özü. Bax, pi radianın özü də yazım bir dənə pi radian. Pi radianın özü 180 dərəcədir. Deməli, pi vurulsun radianın 180'dir. 2 pi radianın 360'dır. Düzdürmü? İndi tutaq ki, verib ki 3 pi bölünsün neçə? 2. 2 radian. Bu da bərabərdir avtomatik 270 dərəcə. Bunu belə 270 kimi yadda saxlayın. Məsələ həlində tez yerinə qoyub davam edin. Bu oldu dərəcə. Düzdürmü? Dedik ki, 3 pi bölünsün 2 də oldu bizdə 270 dərəcə. İndi bizdə qaldı bir dənə pi bölünsün 2. Pi əsasən yəni ən çox bunlar işlənir də. Pi bölünsün 2. Pi bölünsün 2 də 90 dərəcədir. Və bunları avtomatik yadda saxlamaq da olar da. Pi bölünsün 2, yəni ki, bu hissə olacaq. Düzdürmü? Bu da 90 dərəcədir. Düzdürmü? Belə olanda, tutaq ki, gələndə bura hərəkətə gələndə, məsələn deyirəm, tutaq ki, burada C nöqtəsinə gəlibsə, bura 180 dərəcədir. Düzdürmü? Tam fırlananda 360 dərəcədir. 2 pi radian. Pi radian olanda 180'dir. Pi bölünsün 2 olanda 90'dır. 3 pi bölünsün 2 olanda da 270 dərəcədir. Düzdürmü? Gəlin indi baxaq. Deməli, dedik ki, dərəcədən radiana keçiriksə nə edirdik? Bizə məsələdə verilən dərəcəni vururduq. Pi bölünsün 180'ə. Birinci vəziyyətdə. İndi ikinci nə idi? İkinci də radiandan dərəcəyə keçmək. Radiandan dərəcəyə keçəndə də bizə verən radianı vururduq 180 bölünsün pi'yə. Bu. Bir də bizim xüsusi hallarımız bunları da qeyd elədik. İndi buranı təmizləyim, bir dənə keçək. Növbəti görək bizdə gəlir nə? Period. Deməli, biz burada radiandan dərəcədən radiana keçməyi bildik.
Bunu nasıl yazalım? İndi. İndi baxaq ki, periodum nədir? Periyodum odur ki, periyodum bir tam dövrə sərf olunan zamandır. Dedik ki, bir tam dövrə sərf olunan zamandır. İşarəsi böyük T'dir. Böyük periyoddur. Bakın burada periyod. Dedik ki, nədir? Bir tam dövrə sərf olunan zamana periyod deyilir. İndi bu bizim periyodumuz. T'miz skalyar kəmiyyətdir. Düzdürmü? Skalyar kəmiyyətdir. Həm də neyinir? Sıfırdan fərqli qiymət alır. Sizdən soruşsa ki, nə ilə ölçülür? Periyod. Deyirik ki, saniyə ölçənlə ölçülür. Aha. Deməli, periyodumuz, bizim T'miz çevrə üzrə bərabər sürətli hərəkətdə T sabit qalır. T bərabərdir. Sabit qalırı fiziki ifadə edəndə yazaram ki, T bərabərdir. Konstant. Bura qədər nə dedik? Dedik ki, bir tam dövrə sərf olunan zamana periyod deyilirdi. Periyodum skalyar kəmiyyəti idi. Sıfırdan fərqli qiymətlər alırdı. Periyodu ölçmək üçün saniyə ölçəndən istifadə eləyirdim. Saniyə ölçəndən istifadə eləyirdimsə, deməli, bunun vahidi nə olacaq? Saniyə yaza bilərəmmi? Saniyə yazacağım. Düzdürmü? İndi dedik ki, mənim periyodum T. Bir tam dövrə sərf olunan zaman demişəmsə, deməli, zamanı nə hərfi ilə işarə olduq? Eləyirdik. Zamanı T hərfi ilə işarə edirdik. Düzdürmü? Bir tam dövrə sərf olunan zaman deyir. Dövrlərin sayını da böyük N hərfi ilə işarə edirdik. Bizdə saydır. Bu bizdə nədir? Saydır. Dövrlərin sayıdır. Deməli, bu da oldu, T də oldu zaman. Düzdürmü? Yazaq zaman. Buradan gəlir ki, bizim vahidimiz oldu zaman. Zamandır, daha doğrusu vahidimiz oldu saniyə, periyodun vahidi oldu saniyə. İndi, buradakı bizim bəs N soruşsaz, N də saydı, adsız kəmiyyətdir. Ona görə də saniyə qalır bizdə. İndi, mən deyirəm ki, bu düsturdan T bölünsün N-dən. Mən tutaq ki, nəyi tapa bilərəm? Mən buradan zamanı da tapa bilərəm, dövrlərin sayını da tapa bilərəm. N bərabərdir, nə yazacağım? N bərabərdir zaman. T bölünsün periyod yaza bilərəmmi? Dövrlərini tutaq ki, deyək ki, neçə dövr eləyir? Mənə periyoduna zamanı veribsə, mən deməli, zamanı periyoda bölüb dövrlərin sayını tapa bilərəm. İndi, gəlin qrafik asıllığına baxaq. Dedik ki, nə yazacaq? T mənim periyodumdan T və N-dən asıllığını yazdım. T və N-dən bu şəkildə asıldı. Bunu kim oxuyar? Bu nə deməkdir? Bu qrafiki kim oxuyar? Bu nə deməkdir? Deməli, biz dedik ki, T çevrə üzrə bərabər sürətlə hərəkətdə sabitdir. Düzdürmü? Tek konstantdır. Yəni ki, zaman və saydan asılı deyil. Düzdürmü? İndi. Yəni, asılı deyil də, tutaq ki, 5 qiyməti varsa, T 5-dirsə, indi burada olsun, tutaq ki, olsun 2, tutaq ki, bu olsun 4, düzdürmü? Bu da olsun 6. Zamanın istənilən, belə deyim, qiymətində, sayın istənilən qiymətində 5. T öz qiymətini götürüb gedir, öz üçün gedir. T ilə 5-dir. Hər yerdə 5-dir. 4-də də 5-dir, 6-da da 5-dir, 2-də də. Düzdürmü? Bunu başa düşə bildikmi biz? Aha, indi gəlin N-in.
N nədir dedik? Böyük N saydır. N'in T'dən asıllığına baxaq. N'in T'dən asılılığı isə bu şəkildədir. İndi bu nə deməkdir? Bunu da deyin görüm. N'in T'dən asılılığı bu şəkildə. Bu da nə deməkdir? Baxıram ki, buradan bax, elə düsturdan da görünür. N T ilə necə asılıdır? Düz asılı. Periyodun tezi. ISO. Deməli, mənim bu N dövrlərimin sayı zamanla düz mütənasibdir. Düz mütənasibində qrafiki bu şəkildə oldu. İndi. İndi gəlin biz nəyə baxaq? Bax, əsasən testlərdə qabağımıza çıxır ki, dedik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə cismin periyodun müəyyən hissələrində baxırıq ki, hansı nöqtədədir? Düzdürmü? Bax, məsələn, sizə deyəcək ki, saat əqrəb istiqamətində hərəkət eləyir. Bu nöqtədədir, bunun periyodunu tap. Görək bizə bu necə olur? Düzdürmü? Bax, gəlirik bura. İndi çevrədə, bir dənə bunları silim. Başlayaq bunları yazın. Burada vəziyyətimiz olur. Deməli. Bax, dedik ki, bura. Təpə nöqtədə nədir? Təpə nöqtədə dedik ki, zaman üçün T bərabərdir, periyoda yaza bilirəm, düzdürmü? 1 saniyədə səhv olur. 1 saniyədə 2 dövrlərin sayıdır. Tamda da periyoddur, düzdürmü? İndi bura gələndə bax, bu çevrəni də 4 yerə bölmüşəm. Gəl çevrəni də böldüm 4 yerə. Aha. Bax, bu nədir? Bu hissə üçün yazıram 4də 1, düzdürmü? 4 yerə bölmüşəmsə, bu 4də 1-imdir, düzdürmü? Aha. 4də 1 olanda T bərabərdir. T bərabərdir. T bölünsün 4 deyirəm. Buna deyirəm T bölünsün 4. Bu hissədə olanda. Tutaq ki, burada B-dədir mənim cismim. A-dan B-yə gəlibsə, misal üçün. İndi tutaq ki, C-yə gələndə. C-yə gələndə nə deyirəm? Baxıram ki, nədir bu? 4də 2 hissəsidir də çevrənin. 4də 2 hissəsi üçün uyğundur. T bərabərdir. Kiçik T bərabərdir. İndi yazacağım T bölünsün 2. T bölünsün 2 yazacağım. Elə bil bu məxrəcdəki dövrlərdən işim yoxdur. Ancaq bu sürətdəki dövrləri gətirəm, T bölünsün məxrəcinə yazıram. İndi bura gəldim. Bura gələndə nədir? 4də 3'dür. İndi bax ki, gəldi burada da B, C, D nöqtəsinə. İndi burada olanda nə yazacağım? T bərabərdir. Burada olduğu kimi. 4də 3 T. Düzdürmü? Burada gəlib çatanda artıq 4də 4. Bilirəm ki, bu nədir? Burada tam hissədir, düzdürmü? 4də 4. Biz də bilirik ki, 4də 4'ü də nə deyirik? 4də 4 isə elə 1 deyə bilirəm də, düzdürmü? 1. Gəldi tamamladı. A nöqtəsinə gəldi A-ya. Zamanın periyoda bərabər oldu. Bax bu şəkil. Belə. İndi T bərabərdir. T bölünsün 4. Baxaq. T bərabərdir. T bölünsün 4. Dedik bu cisim gəldi harda oldu? B nöqtəsində oldu. T bərabərdir. T bölünsün 2 olanda gəldi oldu. C nöqtəsində bu cismin, düzdürmü? İndi üçüncü. T bərabərdir. 3T bölünsün 4. Gəldi D-yə. Düzdürmü? İndi dördüncü. T bərabərdir. T olanda gəldi təzən A-ya. İndi bundan sonrası da var. Bundan sonrasında diqqətli olaq. Dedik gəldi çıxdı A nöqtəsinə. İndi A nöqtəsindən tutaq ki, gedir hərəkətə. A nöqtəsindən gedəndə 5-ci hal üçün. İndi kiçik T bərabərdir. Yazacağım ki 5T bölünsün 4. Beş T'ni niyə yazıram? Çünki 4də 4-dən sonra artıq keçirəndə 4də 5-ə.
Hələ dayanmayıb. Burada dayanmayıb. Hərəkətini davam elətdirir. Düzdürmü? Aha. İndi bunun içində nəyi var? Bax, mən bunu bilirəm ki, 4-də 4 kimi yaza bilərəm. 4-də 4 kimi yazsam 1 tamı çıxardaram. Nə qalacaq? 1 tam 4-də 1 kimi yaza bilərəmmi bunu? Riyaziyyatdan bilirik ki, bu şəkildə yaza bilərik. Yanına da T. İndi burada harda olacaq? Burada gəlir yenə təzədən, buradan bura gəlir. Gəlir B nöqtəsinə. Gələcək mənim cismin B nöqtəsində olacaq. İndi davam eləyək. İndi İndi 5-dən 1-ini də artıracağım. Yazacağım ki, T zamanın bərabərdir 6T bölünsün 4. 6T bölünsün 4. İndi 6T bölünsün 4 üçün nə yazaram yerə? 1 tam 2'də 1 yaza bilərəmmi? 1 tam 2'də 1 T yaza bilərəmmi? 1 tam 2'də 1 T'də də baxacağım ki, hardadır mənim cismim? Gəlib C nöqtəsinə. Bax, bura. Gəldi yenə C nöqtəsinə. Gəldi, oldu C nöqtəsində. Düzdürmü? İndi gəl davam edək. İndi yazım 7T bölünsün 4. T bərabərdir 7T bölünsün 4. İndi 7T bölünsün 4'ü necə yaza bilərəm? Kim deyər? Bunlar kimi. Bunlardan uyğunlaşdırıb yazın görün. Deməli, yazaram ki, 1 tam 4'də 100 T. Yaza bilərəmmi? Bu qaydanın birliyi hardan gəldi? Aydındır uşaqlar. Deməli, 7T bölünsün 4'də yazın. 4 dəfə 1 4, 4'ün üstünə 3 gələndə 7. Düzdürmü? Burada da baxacaq ki, gəlib olacaq bir də təzədən D nöqtəsində. Gəlib olacaq D nöqtəsində. Düzdürmü? Aha, bu şəkildə. İndi bunu da biləndən sonra gəlirik biz nəyə? Saatın əqrəblərinin dövr etmə periodlarına. İndi biz də bilirik ki, saatda, divar saatında 3 dənə əqrəbim var. Saat əqrəbim, dəqiqə əqrəbim, saniyə əqrəbim. Düzdürmü? Saat əqrəbinin dövr etmə periodu nə deməkdir? Yəni ki, saat əqrəbi nə qədər fırlanır? Saat əqrəbi 12 saat fırlanır. Düzdürmü? İndi gəlin onları da yazaq. Bunları silim. Bunlar aydındır. Yəqin ki, aydın. Aysılıqla bunları siləlim. Saatın saat əqrəbi ən qısa olandır da saatda. Divar saatında ən qısa olandır, düzdürmü? Dəqiqə əqrəbi ondan nisbətən uzun olandır. Ən uzun olan da saniyə əqrəbidir, düzdürmü? Ən tez fırlananım hansıdır? Saniyə əqrəbidir. Ondan sonra dəqiqə əqrəbidir. Ondan sonra da ən gec fırlananı da saat əqrəbidir, düzdürmü? Saat əqrəbi dedik, işini 12 saata başa vurur, düzdürmü? Ona görə də period üçün, tez saat üçün nə yazacağım? Tez saat bərabərdir nəyə? 12 saata. İndi biz də bildik ki, vahidlər sistemində vahidimiz nə idi? Saniyə idi. Düzdürmü? İndi biz bunu dəqiqəyə keçirərik, oradan da saniyəyə keçirərik. Deməli 12 saat. İndi 12 saatında neçə dəqiqədir? 12 saatında olacaq 720 dəqiqə, düzdürmü? 12'ni vursam verəcək 720 dəqiqə, düzdürmü? Deməli 12 saatin tamam olması üçün 720 dəqiqə lazımdır mənə. Sonra indi gəldik dəqiqə əqrəbinə. T dəqiqə bərabərdir nəyə? Dəqiqə əqrəbin bir dəfə fırlananda mənə verir nəyi? 1 saatı.
Bir dəqiqə əqrəbim, düzdürmü? 1 saatında bilirəm ki, neçə dəqiqədir? 60 dəqiqədir. Yəni bu tek dəqiqə əqrəbim oldu. İndi gəldi saniyə əqrəbim. Tek saniyə əqrəbində bir dəfə fırlananda, bir dəfə dövrəyə nə qədər vaxt keçir? 1 dəqiqə keçir, düzdürmü? 1 dəqiqə. Mən də bilirəm ki, 1 dəqiqəm nə qədərdir? 1 dəqiqəmdə 60 saniyə, düzdürmü? 1 dəqiqəni yerə yazsam 60 saniyə. Aha. Bu da belə. İndi bir dənə də var, yerin öz oxu ətrafında fırlanma periodu. Bunun üçün də yazaram ki, T yer bərabərdir nəyə? T yer bərabərdir 24 saata. 24 saat. Şimdi bunlara ait testlər işlədikcə bir-bir hamısı əzbər yadınızda qalacaq. 24 saat. 24 saatımda nədir? 24 saatımda bir sutkadır, düzdürmü? Deməli, bir sutkanın içində 24 saat. 24 saatımda nədir? 12 saat üstə gəlsin, 12 saatını yazıram, düzdürmü? Aha. İndi tutaq ki, sizlərdə deyir ki, misallarda deyir ki, saatın əqrəbinin uzunluğu, onun belə deyim ki, uzunluğunu verir. Həmin bir uzunluğu tutaq ki, burada olsun belə, tutaq ki, bu məndə ən uzunluğunu tutaq ki, biraz qısa, bir də ondan lap qısa əqrəbim var, düzdürmü? İndi mən deyirəm ki, bax bu saniyə əqrəbi ən uzun olan saniyədir, düzdürmü? Sonra dəqiqə, sonra saat əqrəbidir. İndi bu, belə deyim, bunların uzunluğu mənə verir radiusu, R-i. R hərfinin işarə olunur. Deməli, məsələ şərtində bizim qabağımıza çıxanda ki, saatın əqrəbinin uzunluğu onun cızdığı çevrənin radiusuna bərabərdir. Düzdürmü? Aha. Məsələn, səndə əqrəbin uzunluğu tutaq ki, deyirsə 15, sən artıq radiusu 15 götürəcəksən, düzdürmü? Saat əqrəbinin uzunluğu sənə verir radiusu. Düzdürmü? İndi bu periodu bildik. İndi gəl keçək tezliyə. İndi tezlik üçün biz nə deyirik? Tezlik deyirik ki, vahid zamandakı dövrlərin sayıdır. İndi mənim bu tezliyim də period kimi skalyar kəmiyyətdir. Skalyar kəmiyyəti həm də sıfırdan fərqli qiymətləri alır. Bunu da biz saniyə ölçən adlı cihazla ölçürük, düzdürmü? Deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə mənim bu n-im sabit qalır. Bax, bayaq yazmışdıq biz böyük n, o dövrlərin sayıdır. Kiçik n də olur bizdə tezlik. Kiçik n bizdə oldu nə? Tezlik. Yaxşımı? Deməli, böyük n götürürsə olur say, kiçik n olur tezlik. Tezliyin dedik skalyar kəmiyyətdir. Saniyə ölçəndə ölçülür, düzdürmü? Vahid zamandakı dövrlərin sayına deyilir. Çevrə üzrə bərabər sürətli hərəkətdə də sabit qalır. Yəni ki, n konstant olur, düzdürmü? İndi n üçün düsturlarımı yazaram. İndi yazacağım. Kiçik n bərabərdir 1 bölünsün t. Bayaq periyodun düsturunda nə demişdik? T bölünsün n demişdik. Vahidi saniyə idi. İndi 1 bölünsün t üçün yaza bilərəmmi? 1 bölünsün saniyə. 1 bölünsün saniyə də mənə nəyi verəcək? Bu da bərabər olacaq. Saniyə üstü mənfi 1. Deməli, saniyə üstü mənfi 1. Saniyə üstü mənfi 1. Düzdürmü? Oldu məndə tezliğim. İndi bu da saniyə üstü mənfi 1-də nəyi verir mənə? 1 hersi verir. Düzdürmü? Saniyə üstü mənfi 1 hers deməkdir. Aha. İndi 1 bölünsün t yazmışamsa
1 bölünsün T yazmışamsa buradan növbəti N'in düsturu üçün nə yaza bilərəm? Yaza bilərəmmi? N bərabərdir. Dövrlərin sayı bölünsün T. Bayaq nə yazmışdım? T bölünsün N yazmışdım. İndi burada 1 bölünsün T olduğuna görə yazaram ki, dövrlərin sayı bölünsün T zaman. Düzdürmü? İndi tutaq ki, buradan biz nəyi tapırıq? Buradan biz T'ni tapa bilərik. T də bərabərdir. Nə olacaq? T də bərabərdir. 1 bölünsün N. Baxın buradan. Buradan. T bərabərdir. 1 bölünsün N'i tapdıq. Düzdür, tezlikdir. İndi, bax, mənim bu tezliyim N. Zaman və burada N yazaq. N. Burada N olacaq, düzdür. Mənim 0. Bu olsun məndə zaman. T. Bir də N. T və N'dən dövrlərin sayından asılı deyil. Bu şəkildə olacaq qrafikin. İkinci məndə N T'dən asılı olur. Dedik, periyoddan necə asılıdır? Tərs asılı idi, düzdürmü? Aha. Tərs asılı olanda mənim qrafikim necə olacaq? Artıq mənim qrafikim bu şəkildə olacaq. Tərs asılı olan qrafiki. N T'dən asılıdır. İndi N T'dən tərs asılıdırsa, deməli ki, periyodumda N'dən tərs asılı olacaqdır, düzdürmü? Bu şəkildə. Şimdi buradan nə nəticəyə gəlirik yekunda? Yekunda o nəticəyə gəlir ki, mənim həm periyodum periyodun T'sini yazın bura, həm də tezliyim N. Zaman və dövrlərin sayı N'dən asılı deyil, amma T ilə N bir-birindən tərs asılıdır. Bu mənim oldu ümumi nəticəm. Düzdürmü? Tezlik də dedik. İndi. Bizdə sonra nə var idi? Bizdə var idi bucaq sürəti. Dedik ki, bucaq sürəti də nə idi? Dönmə bucağını, bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən kəmiyyət idi. Düzdürmü? Aha. Bu da dedik ki, çevrə üzrə bərabər sürətli hərəkətdə omega. Omega da sabit qalır. Bir dənə buranı sərgiyə salaq. Omega üçün baxaq görək. Bucaq sürətimiz üçün nə yazırıq, necə yazırıq? Bizdə bir dəqiqə qaldı Zoom-un vaxtına. Ona görə də istəyirsiniz burada yekunlaşdıraq. Gələn dəfə mən sizə izah edirəm, düzdürmü? Olsun. Elə izah edirəm, keçərik testlərə. Bucaq sürətini izah edirəm, keçərik testlərə. Siz testləri yazın ona qədər. Bucaq sürəti üçün dedik ki, omegadır, düzdürmü? Gəl bir dənə test yazaq. Omegadır. Omeganın ana düsturu nədir? Fi bölünsün T, düzdürmü? Deməli, fi bölünsün T. Fi bölünsün T'dən də yazıram ki, 2 pi bölünsün T. 2 pi bölünsün böyükdür. Düzdürmü? Dedik ki, omega da çevrə